bir qazın buna düşdük də. 1096-cı ildə Fransada kilsələrin birində Xaçı səfərinə hazırlaşan cəngavərlər Allaha dua edirdilər və ondan bir işarə gözləyirdilər. Və qəfildən qapılar açılır, içəri bir qaz daxil olur və hər kəsin gözü önündə altarın üstündə çıxır və səsini çıxarır. Və budur, o ilahi mesaj gəldi və eşşək boyda kişilər 30 nəfərlik dəstə ilə bu qazın dalınca düşürlər. Nəticədə Fransanı demək olar ki, hər tərəfin gəzirlər, axırda pulları qutarır, 2 dənə kəndi yarırlar, pullar yenə çoxalır, yenə başlayırlar getməyə, Macaristana gedirlər, Macaristanda yenə pulları qutarır, Macaristanda bir kəndi əl almaq istəyirlər, yarmaq istəyirlər, amma kənddə heç nə istədikləri kimi getmir, dəstənin yarısını qırırlar və yer gəlmişkən qaz hələ də onlardandır. Nəysə, Macarıstanın o kəndindəki problemdən sonra bu yarıda qalan dəstə yaxınlıqda olan Borça çayına yaxınlaşır və Borça çayına yaxınlaşanda qaz çayın içində olan digər qazları görür, onlara qoşulur və uçur. Təsəvvür edə bilmərəm ki, o cəngavərlər o an nə düşünürdülər, nə hiss edirdilər. Amma bir şey 100% bilirəm. Onlardan biri belə bir söz deyib.